Ağdaşdan hər kəsi salamlayıram. Necəsiniz? Nə var, nə yox xanımlar? Keyfiniz, əhvalınız necədir? Ümid edirəm hər biriniz yaxşısınız. Səhər yerimdən durunca ilk işim xəmir yoğurmaq oldu. Dedim xəmirimi yoğurum, qoyum, sonra isə işlərimə başlayım. Bugün işlərim çox olduğuna görə gün ortamıza tez bazar kartof qızartdım. Külək sağ olsun, o qədər gözəlləşdirmişdi ki, həyətimizi, rəhbərə xəzərlər tökmüşdü həyətimizə, yoldan, bütün yolun, çinarın ağacları hamısı həyətimizdə idi. Həyətdə evdə olanlar məni çox gözəl başa düşər məncə. Xanımlar, bilmirəm mən eləyəm, yoxsa bütün xanımlar elədir. Evdə olanda nə evin işi bitmir, nə həyətdə olanda həyətin işi bitmir. Evdə olanda aşağı düşəndə aşağıdan çıxmaq olmur yuxarı, yuxarıda da olanda yuxarıdan düşmək olmur aşağı. İşlər çox olur. Mən çox gözəl başa düşürəm bu işləyən xanımlar üçün. Mən düşünürəm ki, öz-özümə düşünürəm, deyirəm hərdən ki, kişi xeylaxları işləyir, qazanır, bir dəfə bazarlıq edib gətirirlər evə. Ancaq xanımlar işləyirlər 9-dan, saat 9-dan 6-ya kimi iş saatıdır. 6-dan sonra da gəl ev işi yığışdır, yemək bişir, uşaqlardan. Həm çöldə, həm evdə çox çətin olur xanımlar üçün. Ancaq kişi xeylaxları, yəni qadınların yükü ağır olur kişilərdən. Müqayisə edəndə qadınlarımız çox işləyirlər. Evdə də olanda işləməyən xanımlar üçün də çox, yəni həqiqətən də evin də işi bitmir. Hər ikisində yaşamışam. Həm işləmişəm, işləməyib evdə də olan vaxtı bilirəm ki, çox çətin olur. Kartofa ədviyyatlar tökürəm, istiyot, sarı kök, duz töküb qarışdıranda çox gözəl dadlı olur. Hərdən o supa və yaxud da ki, bəzi paprikalar olur, onlardan da istifadə edirəm. Onlar da çox dadlı edir. Bizim evdə çox yeyilir kartof qızartması. Uşaqlar ki, heç dəhşət xoşlayır. Uşaqların ən çox sevdiyi yemək kartof qızartması, bir də mərci. Deyəndə ki, evdə nə yemək bişirim, o saat deyirlər ki, mərci ya da kartof qızartması. Deyirəm, ay bala, nə qədər olar bu kartof qızartması, bu mərci? Çox xoşlayırlar, dəhşət xoşlayırlar. Özüm çox vaxtı kartof qızartması biraz quru yemək olduğuna görə çox da istəmirəm uşaqlara kartof qızartması verim. Axşama heç sevmirəm yəni verməyi. Ancaq belə günorta hərdən uşaqlar istəyirlər, qızardıram. Özümüz də yeyirik, onlar da yeyir. Mən özüm də çox xoşlayıram. Burada da doğu isidirəm uşaqlara kartof qızartması ilə yesinlər deyənə. Mən doğanı bişirən kimi belə şirəli yağ bidonlarına töküb qoyuram xaladelnikə ki, yəni yer tutmasın xaladelnikdə. Qazanlara tökəndə adətən yer tutur, qazanlar enli olur axı. Bu enli olmur, bu dar uzun belə, bu 3 litrlikdir. Doğanı bişirən kimi belə tökürəm buna, qoyuram xaladelnikə. Həm yer tutmur, həm də rahat. İstifadə edəndə də nə qədər yeyilə, ailəmiz kimlər istəyirsə, nə qədər yeyiləcəksə, belə balaca bir tujləyənə töküb isidirik. Budur, uşaqlara yemək hazırladım, verdim, dedim yesinlər. Kartof qızartması ilə doğğa. Bəh-bəh, çox gözəl olur. Uşaqlar yemək yeyincə mən də onların termoslarını hazırlayıram, məktəb çantalarını hazırlayıram. Mən məktəbə çalışdığım qədər evdən qoyuram xanımlar. Bax belə çörəyin arasında bir gün cem, bir gün şokolad, bir gün belə pendir qoyub toster eləyirəm. Toster eləməyəndə yəni çalışdığım qədər evdən hazırladıqlarımdan qoyuram. Çünki uşaqlar nə qədər belə ev yeməkləri aparsa, evdən aparsalar o qədər sağlam olarlar. Bu ilə qədər onlar da çox keçən il, o birisi il çox yəni mağazindən alırdılar. İndi bu il məktəb başlayandan belə öyrətdim, belə də öyrəndilər evdən aparmağı. Hər gün bir cür, yəni fərqli edirəm, eyni hazırlayıb qoymuram, yəni eyni formada ki, bezməsinlər, uşaqdılar. Hər dəfə bir fərqli bir şeylər edirəm, onlar da sevə-sevə yeyirlər. Gələn kimi də sorunçuram, necə oldu, xoşunuz gəldi, deyirlər, çox xoşumuza gəldi. Allah qorusun bütün uşaqları
Allah bütün uşaqlara can sağlığı versin. Allah heç bir ananı övladdan sınaşığa çəkməsin. Toster edirəm, amma tosteri çox qurutmuram. Yəni bir azca yüngülcə eləyirəm ki, arasındakı o pendir ərsin. Çox evdə olanda, yəni evdə də uşaqlar çox xoşlayır. Evdə olanda qurudurlar. Ancaq mən dedim məktəbdə yeyəcəklər deyənə. Bu da çörəklərin videom sona çatır. İzlədiyiniz üçün hər birinizə dərin təşəkkür edirəm. Xanımlar, əgər izlədinizsə, kanalıma abunə deyilsinizsə, abunə olun kanalıma.